Salam, axşamınız xeyir olsun. Deməli, bu günləri çıxdım sizin üçün Worldda çəkiliş etməyə. Deməli, bu günləri maşınla işləyəcəyik. Təzə maşındır, Çanqandır. Yəni 500-600 kilometrdir. Siz sual verirdiniz ki, biz maşınla işləyəsək nə qədər qazanc olacaq, nə olacaq? Çıxdım sizin üçün çəkməyə. Bu günləri çəkib Allah qoysa sizin üçün göstərəcəyik. Bir dənə kanalı bəyənməyi unutmayın. Bir dənə sualınız varsa kommentdə yaza bilərsiniz. İndi maşının nömrəsini, sahibini göstərməyəcəm, amma maşın təzə maşındır. Yəni zavod iyi gəlir içindən. Nəsə dostlar, izləmədə qalın. Deməli, dediyim kimi təzə bir maşındır. Maşın probegi çox azdır. Belə ideal vəziyyətdə maşın var. Bu maşından biz bu günləri sizi üçün necə deyirlər, çəkiliş edəcəyik. Çox az olacaq, cəmi 3 nəfər. Heç nə dostlar. Biz davam edək, izləmədə qalın. Allahın köməyi ilə başlayırıq. Görək mən belə daş saxlaya bilərəm. Görək birinci sifarişimiz gələn kimi qoşularıq Allah qoysa. Blin, tox olsun, gözə maşınla işləməyə çox ləzzət edir. Bu da mənim köməkçilər. Daha doğrusu köməkçi mənəm. Buna var dostlar, ləzzət edir. Siz də dostlar, belə maşın sürmək istəyirsə Voltda işləyin. Pul qazanın. Təzə maşının içi doğrudan da deyirəm sizə çox rahatdır. Çünki niyə? Hiss eləmirsiniz də, yəni nə səs gəlir, nə bir şey. Bu gibriddir. Bunun rasxodu da azdır. Sadəcə mənə sual verirsiniz ki, mən hansı maşınla işləyə bilərəm? Volt Lüboy maşını qəbul edir. Sadəcə bilmirəm sizə sərf edəcək yoxsa yox. İndi çəkək, smeyin axırında Allah qoysa göstərər nə necə oldu, nətər oldu, qazanc oldu, olmadı. Neçə kilometr da göstərəcəm spidometri. Burada gör 820 kilometr, orada da 217 kilometrlik benzin var. Axırda ümumi hamısını göstərəcək. Hələ ki sakitçilikdə bir şey gəlmir. Birinci sifarişimiz gəldi götürüb 1.97 nədir? 1.97 dəhşət. Santartido. Əhmədli Seyid Əzim Şirvani. Görək buradan neçə kilometrdir. Biz bu xalqlar zonasından, xalqlar tərəfdən başladıq. Sağa gedəcəyik. Seyid Əzim Şirvani sağdadır. Belə dostlar, ilk sifarişimiz gəldi. Düzdür, summa az da olsa, yenə də sizin üçün çəkib göstərəcəyik. Belə dostlar, bugün bayram olduğuna görə yollar boşdur. Başqa vaxtı saat neçədir? Yox, burada saat biraz səhv göstərir. 19:36-da, saat 8-ə qalıb 25 dəqiqə. Prinsipi yollar boşdur, yəni rahat hərəkət etmək olar. Hava da çox mükəmməldir, yəni motosikletlə də işləsəz normaldır, amma bu sırf maşından daha rahatdır. Dedim yollar boşdur, yollar da gəldi belə çıxdı. Arada belə də olur da, bu Əhmədli tərəfdir. Birinci ünvanımıza çatdırıq, hardasa 60 metrə qalıb. Usta indi adına baxacağıq. Hardasa buralara düşür, ya soldadır, ya sağda. Ver sağda bir yerdə, hə. Onu ver də qabağı sağa. Bax buralarda da, bu dönərcə dolar 100%. Deməli dostlar, gedirəm sifarişi götürməyə Santartina. O torç sola vuracaqdı, değil mi? Torç sifarişidir. Bu görək. Neçədir? Nömrəsinə baxım. Neyse, girək çıxanda şeylə, o belə bir dənə şey yer. Bu sifarişi aldıq. Getdik. Birinci sifarişimizdə bu yaxın yerə gedəcək. Keçək. Maşın da elə o tərəfdədir. Yenə də deyirəm də, mən gəlmişəm, professional kuryer gəlib köməyə. 3 nəfərə dostlar, bax sizin sifarişiniz belə çatdırılır. Последний maşınla. Deməli 1.1 kilometr gedir. Dostlar, çəkdim sizin üçün göstərdim. 1 kilometr. Mağazinə girmişəm, xanım mənə belə baxır, telefonla uzaqdan çəkirəm. 1 kilometr yoldur. Buraya üçüncüsü də gəldi. Bunlar da 100% voltda işləyir. Deyə bax müştərilər, baxın, hörmətli müştərilər, gör nə səviyyədə sizin sifarişləri çapına. Bax 1 çanqan, 2 çanqan, 3 biz, bu da 4-cüsü. Hamısı 100% voltun işçiləridir bax. Dostlar, demək olar çatmışıq buradan sağa ilə. 1 kilometr yol idi indi. Birinci sifarişimiz necə deyərlər? 1 manat 37 qəpik. Normada mən heç motosikletlə də götürmürəm. Çünki niyə? Bunu yox, sizin üçün çəkiliş edəndə başqadır, amma belə qiymət, indi yağış yox, bir şey yox, hava da çox gözəldir. Ona görə sifariş. Düzdür, gəldiyimiz yol 1 kilometr 30-300 metrə ilədir də belə. Gedirik, çatdırırıq sifarişimizi. Yaxşı ki, birinci mərtəbə, 4-cü blok dostumuzun maşını dayanıb burada, biz gedirik. Bax, köməyini bax. Heç belə volt, heç bir dənə kuryer belə çatdırılmayla. 1, 2, 3, bu da 4-cü. 3 nəfər adam. Adama 50 qəpik düşmür. Hə, bax, buradır. Deməli, dostlar, birinci sifarişimiz bitdi. Tamamlayırıq. 1.39. Qazaçıl danlı. Hə, yəni deyək ki, ünvan dəqiq idi. Biz də yazdıq, hə. Yenə də ünvan dəqiq olsa da çay boy saxlamadılar bizə. Heç nə, davam edək. Aha, növbəti sifariş gəldi. Bravodan 2.97-yə.
Götürdük. Götürdük. Bravo. Amma hansı bravodur bu? 2,5 kilometr. Gedək çıxaq. Deməli dostlar, ikinci sifarişimiz gəldi. 2 manat neçəsə qəpik idi. Bravo, bu Razindəki spuskdakı Bravodan. İndi baxacağıq hara gedəcək. Gedirik o tərəfə. 2,5 kilometrdir burada. Saat 8, 9 işləyir 5 dəqiqə. Bax, siz də belə maşın sürmək istəyirsə, Voltda işləməyin. Başqa yerdə işləyin. Özünüzə başqa iş tapın. Dostlar, yavaş-yavaş gəldik, çıxdıq Çobanzadə prospektinə. Burada bir balaca tıxaclar var, o da toylara görədir 100%. Qəşəng düzəldiblər buraları. Bu deyirəm maşınla sifarişə, hər sifarişə bir 7 manat, 10 manat versəydi zor olardı. Heç taksi də lazım deyil, gəl Voltda ilə işlə. Mən də razıyam. Qəşəng fikir. Sifarişə 1 manat 30 qəpik. Sağ olsunlar Çayvoyla da çox gözəl Çayvoyla bizi qarşıladılar. 1 qəpik vermədilər, hə? 1 qəpik də vermədi, 1 manat 30 qəpik. Heç olmasa bir 5 manat, yox 7 manat, 5 manat sifarişin pulu olardı. Bir 3 manatlı çayvoy saxlayardılar, hə, rahat olardı. Görək də, bax bu sualı verirsiniz maşınla işləməyə. Bax dostlar, real vaxtda, real zamanədə, necə deyirlər? Real maşında sizə göstərir. Özdə 3 nəfər işləyir ya. Gör sifarişlərin blatına baxın. Nəysə dostlar, davam eləyək. İkinci dostlar, Bravoya çatmışıq bu. Deməli sifariş 20-30 kiloluqdur buna bax. Sifariş qutarmaq bilmir. Heç nə, gedək götürək. Yazıb ki, şey ağır sifarişdir. Gedək götürək, oradan çəkərik. Gedək dostlar, gözümüz qorxa-qorxa. Maşın burada. 3 nəfərə. Necədir Çingiz? Xoşuna gəlir Volt. Hələ çayvoy saxlasaydılar, hə? Buna bir 10 manat çayvoy saxlayacaqlar. Görəcəklər 2-3 nəfəri. Yoxsa burada görək kimə yaxınlaşaq 259. Hesab edirəm ki, 4-cü, 5-ci adam lazımdır. Çox ağır sifarişdir ona görə. Belə dostlar, girdik Bravoya, indi götürək sifarişi. Girdik Bravoya, dedilər 2 dəqiqə gözləyin, indi sifarişimiz gəlir. Gözləyək, göstərdim sizə. Sifarişə bax, qutarmaq bilmir. Dostlar, qutarmaq bilmir ha. Gözləyə görə gəlir. Biz çox vaxt rastlaşdığımız problemlə. Əlləri dəyib basıblar ki, hazırdır, amma hələ hazır deyil. İndi gözləyək xanım gəlsin, görək axırı nə olacaq. Özə ağır sifarişdir. Dostlar, siz də kanala abunə olmamışsınız, abunə olun. Sualınız varsa kommentdə yazın. Sifarişlərimiz yığılır, hazırlaşır, elə araba ilə götürərik. So, qardaşlar, dostlar, xanımlar, bəylər, bizim sifarişimiz yığıldı. Axırı ki, bir çox gözləmədik, cəmi 10 dəqiqə, 15 dəqiqə gözlədik. Tez ildırım sürəti ilə. Aha, qardaş nə yaddan çıxdı? Ha, lazım desən Allah, çayvoy versin, lazım desən Allah. Sağ ol. Yəni, ildırım sürəti ilə çatdıraq. Tez bazar, tez bazar. Biz özünüz bilirsiniz ki, sürətli, hara getdi ha orada? Sürətli bir çatdırıq. Elə araba qarışıq qoyuruq maşına. Heç nə dostlar. Görək bunu şey edeyim, basım. Yox, yığandan sonra basacağım. Görək hara gedirik. Ət deyə, ət də ona görə. Heç nə olmaz, yığ ora, heç nə dağılıb, hamısını bağlanıb. İndi baxırıq. Hə dostlar, bu belə yığıldı, bu da yığıldı. Heç nə, indi baxaq hara dostlar, 1,3 kilometr gedəcək, yaxın məsafədir. İndi dostumuz getdi arabanı qoymağa, heç nə. Biz də davam edirik. Heç nə dostlar, getdik, Bravo işçilərinə təşəkkür edirik. Elə sürətli yığdılar, bizi yola saldılar ki, dedilər bir 5-10 manat da çayvoy basmaq istəyirlər cibimizə. Da dedi, yox da lazımdır. Dostlar, gəldik, çatdıq. Prosta xanım müştəridir. İyi ki şeydir. Mən çıxıram, indi tez qeyb verəm. Dostlar, gedirik var sifarişləri verməyə. Gedək, mən də kömək edirəm. Dostlar, bu sifarişdə çatdırıldı. İndi göstərəcəm. İndi onu bağlayarıq. Göstərəcəm. Xanım şokda idi. Dva человек, 2 nəfər adam. Sifarişi bağladıq. O, bağlan. 2 manat neçəsə qəpik eləmişdi. Bax, bu xoşuma gəlir. Soruşur ki, ünvan düzdür, yazırsınız. Hə, bax, elə şeylər. Hələ ki, sifariş yoxdur, boşluqdur. Gözləyək, növbəti sifariş gələndə qoşular. Harda var belə iş? Последний model maşından. Belə bir gözəl yerdə, meşəlikdə 3 nəfər adam. Aa, sifariş gəldi. Deyən görək. Götürək 6.72 götürək. Hardan? 6 manat 72. KFC Bakıxanov buradan yaxındır. Əla, indi görək prosta hara gedəcək. Heç nə. Buradan Bakıxanova 1,6 kilometr. Heç nə. Gedir görək. Dostlar, yarımçıq qaldı sözüm. Yəni bax belə maşınla işləyirik, belə gözəl yerdə. İndi yollar da boşalıb, rahatdır. Gəldi növbəti sifarişi götürək. Dostumuzun maşınıdır, xeyirli uğurlu olsun. Heç nə, gedək. Yəni bunu çəkmək məqsədim odur ki, baxın, bax çox sual verirsiniz ki,
Maşınla işləmək sərf eləyir, eləmir. Bax sizə göstərirəm dostlar. Nə sərf eləyəcəksə, eləməyəcəksə. Sən düşmürsən, narahat olma, özümü çəkir. Öyle sizə göstərəcəm. Baxın, yəni qiymət sərf edirsə işləyin yox. İndi Luboy maşınla işləyə bilərsiniz. Şərt o deyil ki, təzə maşınla işləyəsiniz. Yəni Luboy, Volt onsuz da Luboy maşın 06-ını da götürür, fərqi yoxdur. Heç nə, davam eləyək qoşuları. Voltun üstünlüyü. Küçələri, Bakı küçələrini gəzirsiniz, ara küçələr zadı. Tanımadığınız, yuxuda görmədiyiniz yolları hamısını bir-bir gəzirsiniz, görürsünüz və ləzzət alırsınız. Bax belə dostlar. Kanala abunə deyilsə bir dənə abunə olun. Kommentdə sualınızı yazın. Yəni bir dənə yazın, deyin görək siz bizə çayvoy saxlayardınız yoxsa yox. Yəni bu çayvoy teması heç kim məcburiyyəti deyil. Sadəcə Amerikada, bax dostum Amerikada olub da. Orada Luboy zapravşikdən tutmuş moşik, Luboy xidmətdə 10%, 20%, hə Çingiz? Çayvoy saxlayırlar. Yəni bizdə də olsaydı, nə 1 manatdan heç nə olmayacaq da adama. Şimdi böyle 1 manat 39 qəpik çatdırılmaya pul versən, 1 manat da çıxardıb versən yəni kuryerə. Yəni pis deyil də, yəni. Hə də indi yox, yəni nə edirəm? Yəni heç olsa bir manat çıxard ver ki, deyən ki, halal olsun. Ha belə. Heç nə dostlar, davam eləyək. Gedib çataq 960 metrəmiz qalıb. Bizim KFC-mizə gedək bir dənə tez bazar maşın belə yerdə qalıb. Tez bazar bir dənə sifariş götürək çıxaq. Olur 889. Yaxşı. Deməli dostlar, birini götürdü, indi ikinci sifariş gəldi. Bir dənə onu da götürəcəm. Maşın oradadır. İkinci sifarişi qoy bunu qoyaq maşına. Sədim ki, ikinci sifarişim var. Bu boyda yol təzədən qayıtmaz. Maşın oradadır, heç nə. Benim ikinci sifarişi də götürüm dostlar. Siz də yazın, bəyənirsiniz, bəyənmirsiniz, necədir, xoşunuz gəlir. Hava bax, hava idealdır da. Əsl işləməli dostlar. İkinci sifarişi də götürdük. Bir bunu da qoyaq maşına. Sonra baxaq neçə kilometr və hara. Dostlar, götürdük 2 dənə sifarişi. İndi 12 kilometr yol gedəcəyik. Hara gedirik? Yavər Əliyev. O üçün biz harası o tərəfə gedirik. Nəysə, ikinci sifarişdə yerləşdirək, davam edək. Start verdik. Birinci sifariş 12 kilometrdir. Saat 20:32-dir. Davam edirik. Yollar yenə də. Mən deyirdim yollar boşdur. 1 qram zad boş deyil. Maşınlar çoxdur yenə də. Davam edək dostlar. Birinci ünvana çatandan sonra qoşularıq. Gedirik, çıxırıq yavaş-yavaş. Səhvləmirəmsə Bülbülə zad tərəfə. Bülbülədə qalan hər bir izləyicimə salam olsun. Yəni videoya baxırsınızsa bir dənə kommentdə yazın. Getdik baba elə bir yerlərə. Yavaş-yavaş gedirik üzə o tərəflərə. Dostlar, hələ buradan 10 kilometr biz gedəcəyik. Bu Ramandan üzü aeroporta gedən yoldur. Sağa Sabunçu Bülbülədir. Sabunçu nə idi? Bülbülə zad tərəfdir. Bax görürsüz burada yazı ilə görünür belə. Qabaq hava limanına. İndi görək birinci sifarişimiz haradır. Heç baxmadıq hara. Yəni ki o maşınla gedirik də yavaş. Dostlar, Ramana tərəfə gedirik biz. Aeroporta yox, Ramana tərəfə. İndi qabaqdan dönüb gedəcəyik üzə o tərəflərə. Necədir? Maraqlıdır hə Voltda işləmək maşından görürsüz. 18 kilometrə 6 manat 70 qəpik. Yəni siz də belə bol qazanc istəyirsinizsə, maşınla işləməyin ha. Və soruşursunuz velosipedlə işləmək sərf eləyər yoxsa yox. İndi hava yaxşıdır tutaq ki, hə. Yaxşı havada hə bəlkə də işləyə bilərsiniz. Amma ki hə burdandır. Qabaqda. Dostlar, var gəldik Ramana qəsəbəsinə. Burada qalan hər bir izləyicimə salam olsun. Məni izləyirsinizsə. Yəni ünvana gəlmişik. Buradan göstərir sağa. Orada da tubikdir, burada bağlıdır, ora da bağlıdır. Görə bitər yol tapaq getməliyik. 1 kilometr yolumuz qalır. Gəlmişik belə maraqlı bir yerə. Hələ də gedirik. Hələ bizim 1 kilometr, hələ birinci sifarişi gəlib çata bilməmişik. Valla bu tərəflərə mən hələ birinci dəfədir gəlirəm. Hələ gəlməmişəm. Yolu da pis gündədir, hə. Yolu da dəhşət pis gündədir. Nəysə gedək. Yəni baxın, maşınla işləmək istəyənlər baxın. Yəni bu əziyyətlər sizi gözləyir. Elə hamı elə tökülüb ki, səbətdən gilas tökülür. Elə deyil. Gəlirik ha dostlar, gəlirik. Pizzamız heç soymayıb ha. Hələ də gəlirik. Hələ gəlib çıxa bilmirik hələ dostlar. Əvvəl hələ 800 metr var. Əvvəl bu ərazilərə Volt sifariş götürmürdü. Nə əcəbsə indidən başladı. Onda sifarişləri filtrasiyadan keçirmək lazımdır. Gəldi belə yerə dirəndi. Yürək o tərəfə getmək istəmirik amma hələ 540 metr qalıb. Usta nə bilim, belə sifarişi götürməkdənsə vallahi nə bilim. İndi bax maşınlansız da, bax soruşurdunuz deyala. İndi buradan çıx 100% Moykaya girmək lazım. Maşın nə günə qalacaq. İndi görək də heç olmasa yaxınlaşaq o tərəflərə. Yəni ki Moyka problem deyil. Moyka versən gedirsən. Yox, Moykanın pulu 2 manat, 50 qəpikdən hesablayıb 2 manat. Nə bilim, baxın da yəni bax belə
Bax belə şeylər rastlaşır. Bir də belə sifariş götürməyəcəyik. Bax dostlar, ha, hələ də gedirik. Hələ də gedirik, çata bilməmişik hələ. Hələ də gedirik biz. Bax belə bir yerdəyik. Elə bir kəndə gəlmişik hansı, hə? Gedirik, to be continue. Hələ də gedirik, bax. Hələ gedib çatmamışıq. Bu sifarişi çatdırdıq. Deyə orada qaqaşlar getdi. İtə bax. İt düşüb qaqaşların dalınca. İndi gedirik 3.7 km ikinci sifarişi aparmağa. Sonuna baxıyor geliyor. Amma bir dala qaydırıq. Bir əziyyətlə gəldik, çıxdıq. Yenə də deyirəm, fikirləşirsiniz ki, maşınla işlətmək, pul töküləcək, nə bilim, yığa bilməyəcəksiniz tonla. Elə deyil, elə deyil. Əziyyətdir, bax, yol yoxdur. Sona gəlmiş. Orada tupikdir, vəsə. Oradan o tərəfə dənizdir. Bax, bu yola gəldik, çıxdıq. Adama bir də siqaret yandırıb çəkirlər. Bu yol yordu adamı. Biraz istirahət edin. 10 dəqiqə o birisi sifarişimizə. 10 dəqiqə gecikmə var o birisi sifarişə. Heç nə, aparaq, çatdıraq. Belə dostlar, biz davam edək. Həmin vaxtda bəlkə geyib, elə bir ki, həmin vaxtda biz sifariş çatdırdığımız vaxtda özü maşına geyib Siyəzənə çatmaq olar da pulunu. Həmin vaxtla. Hələ indi çıxırıq buradan. İkinci sifarişə gedirik 3.4 km. Prosta 11 dəqiqə göstərir. Prosta bu yoldan çətin 11 dəqiqəyə gedər. Dostlar, Waze gətirdiyi yol bundan artıq olmayacaq ki. Gətirdiyi yol hara, buna bax, tupikdir bura. Buna bax. Bax, gör hara gətirib. Bunun üstündə necə oppanmış. Burada amma əvvəl yol var deyə fikir ver, sonradan bağladılar. Heç nə, təzədən bir də qaydırıq. Ayda, bu nə də. Şimdi belə də siz də deyirsiniz ki, mən ki, maşınla işləyib pul qazanmaq istəyirəm. Dostlar, axırı ki, bir müddətdən sonra, təxminən 20 dəqiqədən sonra biz çıxırıq. Hələ bundan sonra bizim 3 kilometr gediləsi yolumuz var. Hələ 3 kilometrdə gedəcəyik. Çıxırdıq yola. Axırı ki, Allah çox şükür. Dostlar, bizim priключение davam edir. Yenə biz gəldik, düşdük bu aralara dağılmış yollara. 780 metrədə buradan gedir. Hə, v общем, bugün bu yollara nəsə. Özümü biraz günahkar kimi hiss edirəm. Sifarişimi qəbul elədim. Bu da uşaq bağçasıdır. AP Akademi. Yaxşı ki, şey yoxdur, yağış zadı yoxdur. Yoxsa bura palçıqlarla tərpənmək olmayacaq. Aha, biraz zaryadka yığırır maşın. Nəsə, gedirik də. Hələ iki sifarişi biz nə qədər bir 40 dəqiqə olar götürmüşük. Dostlar, çatdırdıq bu sifarişi. İndi biraz perikur eləyirik. Biraz istirahət eləyirik. İndi sifarişi bağlayacağım, göstərəcəm. Bağladıq bu iki sifarişi. 6 manat nə qədər şeylərdir də. İndi əvvəldə göstərəcəm. Heç indi qalır bizim. Yox, offline. Niyə prilojeniyaya bağladın? Niyə? Ya heç nə, təzədən açarıq. Buradayıq, Ramana yaşayış kompleksi. Buradayıq, heç nə. Biraz perikur və yolumuza davam edək. Axşam vaxtı. Yollar da boşdur. Buralar. İndi qayıdacağıq. Açmışıq belə application Voltur. Heç nə dostlar, bəyənirsiniz, xoşunuz gəlirsə yazın. Perikur vaxtıdır. Perikur. Belə bir yerdən təzədən həmin yolu hardasa 1 kilometr olar. Bu yenə bayaqki yoldan yaxşıdır. Qayıdacağıq. Bura girəndə çəkmişdim. İndi də buranın çıxışını çəkirəm. Axırı ki düz 1 saatdan sonra biz düz əməlli beton yoluna çıxdıq. Nəsə davam eləyək. Prilojeniya application açıqdır, amma hələ ki bir şey yoxdur. Olan kimi qoşulub göstərir. Baxın nə gözəl maşındır. Bax belə maşınla işləmək lazımdır Voltda bax. Hara gedəcəks, hamı deyəcək bu nə qəşəng maşındır. Özü gör nə tərdə yığılıb. Bu Razin Bakıxanov tərəfə indi gözləyirik. Hələ ki sifariş yoxdur. Biraz çıxdıq, biraz özümüzü şey eləyək. Biraz maşında oturmaqdan nə oldu? Maşında oturmaqdan bütün sümüklərimiz zadımız. Bu qədər 1 saata 2 dənə sifariş. Neyse, bu da maşın burada, uşaqlar burada. Biraz istirahət edirik, gözləyirik. Sifariş olsa qoşulub sizə göstərərik. Biraz istirahət edirik. Belə dostlar, kanala abunə olun. Kommentdə yazın. Belə işləyərdi, sərf eləyərdi sizə. Belə təzə bir maşınla. Bu şeydir də, Voltun oliqarx şeyidir. Maşınıdır. Baxan müştəri də deyir, bunlar necə qazanır ki? 3 nəfər, 3 nəfər. Özdə şeylə. Belə maşından da stop xeyli. Təzə maşından. Deyib, növbəti sifarişimiz gəldi KFC-dən 5.6. İndi baxarıq, götürdük. Hazırdır, yoxsa yox, hələ hazırdır. Pol rahat çəkə bilər. İndi bilmir, 5 kilometr zad göstər. Bir də badımcanlığa zad.
Təzədən verəcək badımcanlığa qalacaq belə. İndi görək də gözləyək. Bir dənə perikur. Hə buradakı KFC də, hə buradakı da elə yaxın yerdəyik. Gəldik KFC-yə. İndi sifarişimiz elə hazırdır. Gözləyək bu. Görək nə vaxt hazır olar. Hazır olan kimi qoşulub götürək. Belə bir mesaj gəlib. Yazıb ki, salam. KFC bax xanım 900 sifariş məkandan yox, kuryerdən təhvil alacaqsınız. İndi biz hardan tapaq kuryeri, hardan bilək kimdir? Gözləyək başqa görək kim var burada. Qalmışıq belə. Heç nə, danışdıq, əlaqə saxladıq. İndi qaqaş gəlsin bura. Bir də KFC-nin qabağından təhvil alacağıq. 100% kuryerdir, ya xarab olub, ya nəsə olub. Nəsə gözləyək də. Bugün karoçi bizə dostlar, çəkilişə görə konkret bir maraqlı temalar olur da, inanırsınız. Heç nə gözləyək, maşın burada. Bir dənə belə sifarişi götürdük. Qaqaş gəldi, verdi. Şu, indi bunu metqalayaq ki, bu sifarişi götürmüş. İndi hara gedəcək, baxacağıq onda. 6 dəqiqədə gecikmə var. Qaqaş deyir ki şeydir. Deyir ki şeydir. Hə, 4.4 kilometr. Buyur. Yəni telefonu götür, mən də oturum. Heç nə. Minə biləcəm, hə, heç nə. Get. Şükür Allah, növbəti sifarişimiz belə asfaltlı bir yoladır. Gedirik 1.2 kilometr. Kuryerdən götürdük. Qaqaş deyir, belim tutub. Nəsə gedirik, bura rahatdır yola. Bu yola baxanda bu sifariş yaxşıdır. Gedirik, bir şey qalmır. Mən biraz tez təriflədim, amma yenə yamalara asfaltlıdır. Yenə gəldik belə yerə. Amma yenə şükür Allaha bəlkəsinə baxanda bura şeydir, asfaltlıdır. Deyə qabaqda da asfalt var. Yenə gəldi. Deyə buna bax, təzə də özdə qoyublar bunları. Neyse, yenə 750 metrə badımcanlığa gedirik. Bəli dostlar, bir çox kuryer necə deyirlər, həmişə rastlaşdığı bir məsələ ilə biz də rastlaşdıq. Deməli gəlib çatmışıq, yığırıq. Deyib biraz qabağa gəlin, sağa gəlin, sola gəlin, konum səhv göstərir. Yəni mənə baxan müştərilərimizdə xahiş edirəm, bu konumu düzgün qoyun. Yəni 5 metr ver qabağa, orada falan şey görürsün, orada falan şey görürsün. Elə yer var ki, tanımırıq da, biz hardan bilək burada nədir, məhəllənin arasıdır. Ona görə, yox tapdıq deyəsən də gördük. Dostlar, bu sifarişdə bağladıq, sifarişi verdik, xanım özü çıxdı. İndi gözləyə görək növbəti sifariş nə vaxt gəlir. Konkret nə günsə, ancaq yol axtarırıq da çıxmağa. İndi girmişik bura. İndi çıxış yol axtarırıq. Sağ olsun qaqaşdan soruşuruq, başı sağ olun. Görək buradan necə çıxa bilirik o tərəflərə. Belə yer. Baxın, soruşursunuz maşınla işləmək. Maşınla işləmək əziyyətdir, rahat deyil. Benzin pulun, yəni xərcin, vaxtın, ora bura. Dostlar, kanala abunə olmağı unutmayın. Biz dostlar, belə traslar sizi gözləyir, belə yollar. Yol buradadır, körpü çıxa bilmirik ora. Yenə fırran ki fırranasan, deyə yol burada da. Hələ belə yerə gəlməmişəm. Buradan çıxış, deyə buradır. Burada deməli baş şeylər. Əsas yoldan gizlətməkdir də, bildiniz necə? Yoldan gizlətdim, qalanı necə çıxırsan çıx. Bir dənə də sifariş gəlib 1 manat 56 qəpik. Amma bunu götürmürük. Çünki həm ucuzdur, həm də bitirmək üzərindəyik. Belə də ki, bir dənə sifarişi atkaz eləmək olar da. Prosta bunu necə atkaz eləyər? Özü gedəcək, heç nə. Biz gedirik, Allah qoysa çay içməyə, istirahət eləməyə. Ora çatanda bir dənə yekun çəkəcəm. Neçə kilometr sürmüşük. Dostlar, biz yekunlaşdırdıq. Əvvəldə göstərmişdim bu kilometrajı. İndi neçə idi? İndi 149-dur da belə deyək. 149 qalıb 875 kilometr probel oldu. İndi bir dənə çataq, orada dəqiq deyəcəm neçə sifariş oldu, nə qədər qazancı oldu, nə oldu. Heç də dostlar, videomuzun sonuna gəldik. Belə bir gördünüz. Cəmi 5 dənə sifariş oldu ha bizdə, səhv eləmirəmsə. 5 sifariş. Təxminən 17 manat pul elədik. Bunun 10 manat benzin rasxodu. Bir 3 saat, 4 saat arasında belə deyək də. Biraz dayandıq elədik. 3 saat, 4 saat arasında cəmi 5 dənə sifarişimiz oldu. Sifarişdə də getdiyimiz yerləri gördünüz. Yəni yollar nə gündə idi, girişi çıxışı nə gündə idi. Dostlar, yenə də fikirləşin. Bax, bu maşın kreditdə deyil, bir şey deyil. Yəni maşın kredit deyil. İndi təsəvvürlə 17 manat 3 saata, 4 saata sərf eləyər, eləməz. 10% var, 20% çıxırsan, benzini çıxırsan, nə qalır, nə qazanc. Yəni sərf eləyər, eləməz. Yenə də fikirləşin. Təsəvvürün bu maşında kreditdə olardı. Bunun krediti var, o var, bu var. 1000 dənə xərci vardı, bildiniz necə. Ona görə maşın da təzə maşındır. Neysə dostlar, videomuzu bitirdik. Siz kanala abunə olun, zəhmət olmasa.
Kommentdə yazın fikirlərinizi. Özünüzdə müğayət olun. Sağ olun. Gedək istirahətə.